Merhaba, hamdolsun salam. Gecəsiniz nə var, nə yox. Dedim bir günlərim vlog çəkeyim çünki biraz işim çoxdur ona görə. Mikrofonum yoxdur, əlavə qıraqdan səsləri gəlsə. Üzrü sayarsınız, bu günü sabahdan götürəcəm yanımdan çıxdı mikrofonum. Dərsə gedirəm artıq 3-cü kursun 2-ci semestrdə. Qocalarıq. Yeter ya, Allah haqqı. Bir çəkirəm, burada elə baxırlar ki, bir qəbağa dişləyirəm. Nəsə pis bir iş görürəm. Orada çox qəşəng görsənəm. Bu günlərimizə diplom verəcəklər. İstədim, uğruna şahid olasınız, həm də alaraq qalsın deyə çəkirəm. Nəsə, hava günəşli görsənər, amma getən yerdə orada çox şey yoxdur. Ona görə günəşi aldım, əlinizi nazik giyinməyin, tamam mı? O yer dərsi geçmişəm, belə də çox verirəm da var. Bir daha mı verirəm, bu da kışı vaxtlar yazılmaz. Nəsə da, həyat belə gedir. Gedim üniversite, ay ne işi görsənir bura? Gedim üniversite, açarım kameranı təzən. Tanışırız. Bakalım öğretmenimiz yiyecek mi? Vay. Ha, kasaysa kalmıştım ya. Yolda çekmişler değil. Bir buçuk kalmıştı. Siz tadını al. Ne əlaqə? Deyir ki, bir də mahnı var. Göz yaşım şarab olsa, hər gün masam olsa, eşiyim olsa, yine seni seveceğim. Yürek. Arım balım peteğim. Akşam benim köpeğim. Yaşır bu kofta. Rəngim atdı məncə. Bal toruna oxşayırsan. Gülün ne kadar tatlı. Atatürk'ündeki Osmanlı ve İran Tegurk'ün bunwe hago naso 이런 곡들을 보고 하기 위해 많은 시도를 하고 있었습니다. 임무를 놓을 예정이라고 한다. 이처럼 미국은 화폐에서 민주, 자유, 평등이라는 기본 가치를 표현하고자 했다. 그리고 Winston. Bekyo'랑 이러봤죠? 57-59 manat. 수시는 장군이에요. 네, 장군이에요. 맞아요. 그래서 정치인이죠. Amerikan Kızlar devam ediyor. esnaflarında George Washington Yorulun dersimiz bitti. İndi biz sonbon alacağıq. Amma sertifikatı nə deyirlər? Sonbon mükafatdır. Amma sertifikat bilmirəm. Sertifikat nədir? 증명증. Bilmirəm, ola bilər. Hə, Geçmiş diye. ondan alacağız. 증명서. 증명서. Hə, sırmasız sən. Ay da yorulum, video çəkənmədim bəyəxlarımda. Nəsə başqa şey oldu, həm də utandım telefonumu çıxartmağa. Çünki yəni sertifikatımı götürəcəydim daha. Amma aldım sertifikatımı. İndi sizə göstərəcəm. İrokki. İndi içində atıb göstərərəm. Birazdan parkda oturacağıq. Onda göstərəcəm, səbirli olun. İndi üniversiteden çıxıram. Bugün mart ayının ikisidir. Demək olar ki, mart ayı yaxşı başladı. Görək axırın doğru nələr olacaq. Geldim indi Heydər Əliyev parkındayım. Oturam burada canlarım mənim. Çantamı çıxardım. Bunu yerə qoyamaram. Toz formalar. Səncə nə? Gözləyin. Dost telefon biraz verdiği dursun diye. Size nəsə arkadan tutacaq lazımdır. Tamam da. Niyə yaxşıdır həm? Belə, tamam. Mikrofonum yoxdur, ona görə səs biraz küləkli gələ bilər. Yol səsi bir həvi maşınlar keçir. Belə göstərim, bu mənim diplomumdur. Açırıq belənçiyinə. O Koreyada məzun olanda belə verirlər. Ondan oxşadı. Çox qəşəngdir, hə? Belə Sangmyeon 대학교. Sangmyeon 대학교. Bəli, Sangmyeon Üniversiteti. Belə. Bugün bura təmiz var ya, qədər də şey ilə müayinəzrim. Yeni bir iki tane işim var, onları həll edeyim. Ondan sonra akşam idmana gideceğim. Böyle yeri video çəkəndə təngi nəfəs qalıram. Yaxşı olmaz. Çəkmək tamam.
çıxıbdır. Mən mutfaqə gəldim. Instagramı qeyd edirəm buranı. Çox qəşənglər belə saldım. Şu idmanımı elədim. Bir iki dənə kadr videoda qoyaram. Maraqlı baxarsınız. İdmandan çıxdım. Qoyalım. Evdə nasıl gitmeliyim? Çok yolun ortasına kalmayayım da bak bile bak karanlıkta. Gedirəm event 2'den. Hava da geçecektir. Ben de geçeceğim. Bizim çok relax hissediyorum. Ama tabii ki de insanlar arasında yok. Olur bakalım. Ne olur. O seçimci dünyamın arbeste başladı belki. Peki yok olacak. Ne olur biraz boş verin hayatı. Yeni bir üniversite girilmem lazım. İndi Arda tərcümə dərsi axlatılmışam. Nə tərsiz uşaqlar? Akşinin başına yenə pərdə düşdü. Buna Nəzrin gözü deyirlər. Bəli. Gəldim dərsə. Ardıcıl tərcümə dərsi bizi çox zorluyor. Keçəmədim mən yerimə. Niye ki? Öyle bir geçer zaman ki gelirim. Ay da ben çok ağamlar daha paralardan normalde. Var kız da var. Ne bu nesine? Allah'ım ben oğlanların içinde kalmakla oğlan hareketleri edirəm. Sonra fassız. Təsəvvürlə o vaxtda şahmata gedirdim qaqa. Bir dənə qız mən idim. Yanında neçə 5 dənə oğlan gedirdi. Zərbəsiz qonşumuzun da hamısı oğlan idi da. Bütün qonşularımızın uşaqları oğlan idi. Özü hamısında 2 dənə oğlu var idi qaqa. Ailəvi dostlarımızın da hamısının uşaqları oğlan idi. Tohumlarda olmasa da kardeşime benziyor. Anlamadım. Ama bazı daha şanslı bir sen var. Ay bacım dilənməyə nə deyir? Yəni danışacağım. 오늘은 우리가 기술과 교육의 관계 기술 이야기를 하다가 여기까지 왔는데 1박 2일이라는 프로그램을 얘가 추천을 합니다. 너무 보지 마시고 이렇게 이야기를 하는구나 이 생각에서 너무 하나도 못 알아들을 때가 많을 겁니다. Aksi kuduruyor ya arkadaşlar. Derim ki bu Mart ayı ya tarih olacağız ya tarih yazacağız. Akşam deyir ki sen tarih olarsan. Ama bence ben tarih yazacağım. Görüyorsunuz. Akşamda özünü sokmak istəyirəm, mənim videolarım var, tanınsın. O sırada. Ne de sanıyorsun sen de? Ay, danışdan var, xahiş edirəm. Uşaqlar, Akşin birinci kursda məndən nifrət eləyirdiniz. Birinci kursda deməli, müəllimənin dərsində idi. Biz mətin oxuyurduq. Mən oxuya bilmədim, hansısa səhvi səhv demişdim. O da pırtıldamışdım. Bəs da, mən o mənada gülməmişəm bir kere. Mən Mən heç səhv vaxt səhv tanımıram. Mən də eləyə bilmirsən bilməzdim. mənə gülmüsən. Mən zarafat mənasında, yəni. Bəlkə də heç sərcilməmişəm. İçimdə mən bir sənə dəliyəm, bir də beynimdə başqa bir Yox, şey onda hamı ilə ciddi idim. Mən orada özələ də güldün ki. Sən valla qoymaq kimi. Valla qoymaq kimi. Pis oldu. Məqalim. Deməli, arkadaşlar, təsəvvür edin, mən birinci kursda, bunu belə tutan olar. Ay, sağ ol, sağ ol. Mən birinci kurs olanda çox mükəmməl oxuyordum. Ancaq 10 hamısından 10 alırdım. Deyirdim ki, yəqin birinci kursda əlatçı çıxaram da. Prosto Azərbaycan dili müəllimi prosto şey oldu. Qolum biraz möhkəmlənsə elə tut. Prosto bu biraz sarı yansın. Deməli, əl oradan çək. Ay, biraz aşağı özünü görsənmir. Əli boş görsənmir. Sonra nə oldu? Akşında oturub arkada, mən də ən birinci partda otururdum da. Mən müəllim vərəqləri paylayırdı ki, bəs uşaqlar, bu yeməklərimizi almışıq. Hamı baxırdı, Akşin beydi. Nəzrin, neçə aldı? Görürdüm mən, nəsə da bu. Görürdüm mən onu almışam, baruşkasını çıxardım. Arkadan mən bir göstərim ki, səni öldürəcəm. Həmişələr, Akşin, ondan sonra nə oldu? Nəzrin onları düşdü 6'ya. Həm də sosial medyaya başladım, yaxşı başlamışam. mən smatmadım. Yox, sən də biraz nəfsin var ortada. Yalansa. Hobislərin nəfsi özüdür, zarafatsız. Bu hobisləri çox nəfsdir onlar. Ya, amma yaxşı adam olurlar, prosto. Bir də mən nəydən zəhləm gedir? Əsəblərlə sakin ola bilməyən insanlarla. Əsəbi videomuz bura qədər idi.
Hə, birinci dədəm, ikinci Akşin. Əsəblərində heç cür hakim olanmırlar. Hə, elə bir eyni adamdılar zarafatsız. Hə, yəni mən düşünürəm ki, hər bir insan öz əsəblərinin, nervlərinə hakim olmalıdır, o mən olmuram. Aysa. Hər qız zarafatsız deyirəm, mən oluram. Olmursan. Oluram. Olmursan. Oluram. Ya da sən əsəblərə hakim olduğun vəziyyətin də pisdir. Gör hakim olmasan da olur. Yəni sən hakim olub belə danışırsansa, hakim olmasan daha da beter olur. Mən əslində çox sakit təbiətli bir insanam. Sadəcə mən çilədən çıxardılar. Tez coşursun. Əsəbləşdirirsiniz ona görə. Yox. Mən normalda Allah çox sakit Çox insanam. boş şeylər əsəbləşirsən əslində. İşte əsəbləşdirmir. Allah boş yerlər əsəbləşmirəm. Birdən-birə mənə qıcıq gəlir. Çünki sən bir dənə söz deyirsən. Mən o sözün gedirəm ta mənbəyinə kökünə deyirəm. Orada məna çıxarıb ona əsəbləşirəm. Güneş çıxmış. Bu da güzel. Sarafası sağ, sushi. Oh my god. Özür çok güzelsin. Saçlarım da geçen oldu. Benim köyük hakkındaydı büyüyünce. Bu Koreyanın konstitusiyası. Mesela 9 madde var. Hele ki. Dersim bitti. İndi gedirəm evə. Akşam belki dedemden şəhərə çıxdım. Şeydi, mən bir tane orada bankomata deyəcəm. Bankomata deyəm orada. Evet. Ay arkadaşlar, belə hava çox qəşəngdir. Tam belə havada. Qəsəm qalsın. Aha, ölməsəm qalsam inşallah. Bəyəxlarım. Bu da hırtıldayıb yanından keçdi getdi ya. Bəyəxlarım. Güneşdən çıxmışıq. Yol keçdiyimiz yerdə qarşımızdan bir dənə qaqaş keçdi. Və qaqaş nə tər qaçar şimdi göstərə bilərsən. Ayaqlarım bir havada yeyilib getdi. Ay, ürəyim getdi gülməkdən, gözümdən yaş gəldi gülməkdən. İkimiz də acından öldürük, amma dönər yeməmək üçün dönər qabağından keçəndə burnumuzu tutub getəcəyik arkadaşlar. Bir gün kokuyu al. Çox qəşəngdir, hamını göstərəcəm sizə. Yeni bir üniversitet günündən hamınıza salam. Bugün mənim bir dənə paltarımı alıb çıxmalıyam. Çünki 8 Mart günü, yəni bazar günü iş yoldaşlarına bir dənə hesab planlamışıq. Yəni ona görə. Tədbir dediyimizdəki yemək yiyib əylənəcəyik də bizlərlə, iş yoldaşlarımla, oyunlularımla. Ona görə də özümün bir paltar almalıydım. Əslində bir dənə paltarım var. Sadəcə o bilmirəm da. Mən çox da sevmirəm deyə onu. Biz də çox düzdündür. Həm də gödəkli dar düzdür. Onları heç sevə bilmirəm. Sadəcə bir dəfə çox lazım idi, vacib yer vardı. Oraya gedəndə anam aldırmışdı güclə. Ona görə onu giymişdim. Amma bu səfər belə olsa onu giymək istəmirəm. Belə bir dənə də ayaqqabı almaq istəyirəm. Çünki heç nəyim yoxdur. Arkadaşlar, mən neçə ildir toya getmirəm. Toya belə şənlik, yığıncaq kimi yerə heç vaxt getmirəm da. Çünki hələ bir yerim olmur. Axırıncı səfər toya gedəndə mən 8-də 9-da oxuyordum. Ondan bəri heç belə yığıncaq, şənlik, toy, oynamaq, getmək heç bir yerə getmirəm da. Bilmirəm niyə zarafatsız. Yəni ağlıza gələ biləcək ən düşük bu yerlərə gedirəm, yəni əylənmək mənasında. Amma belə yığıncaqlı yerlər, səliqəli geyinə biləcəyim, bəzənib gedə biləcəyim yerlərə getmirəm. Çünki yoxdur, olsa gedərəm. Belə. Ona görə bunu patlatmağa gedəcəm. İndi isə üniversitəyə gedərəm, düz 40 dəqiqə. Oyun oynuyorlar. 그래서 하나, 둘, 셋, 넷, 다섯. 오케이. 한 번도 던질 수. Ben. Thank you. 아니요, 악신이에요. 네. 악신. 맞아, 아니에요. 맞아요. 왜 말을 안 해요? 아니에요, 한국말. 한국말 하면 안 돼? 한국말 하면 되는데. 한국말 대신 손짓 말짓 그리고 말 아예 안 하고. 이렇게 해야 돼요? 네, 이렇게 던져야 돼요. 그럼
뭘 던졌어요? 또 던졌어요. 하나, 한 칸만 갈 수 있어요. 오케이. 네. 네. 누구예요? 아이다? 네, K예요? 이게요. 네. 잘해보시고요. 한사고 하고. 네? 한사고. 돈이 있죠? 악신 돈이 있어요? 사용하지. 5만 원. 10만 원 있어요? 5만 원 있어요? 5만 원밖에 없어요? 이렇게 있어요. 있어요. 카드. 카드 있어요? 오케이. 1만 원을 줘야 돼요. 1만 원. 네. 1만 원. 네. 오케이. ¡Wilson! ¡Lo siento! ¡Lo siento, Wilson! 윤은 원래 소 뜻이에요. 소. 오케이. 뜻이. 골. 윤. 묘모로 돼 있어요. 오케이. 도를 던지면 뭐해요? 도가 뭐예요? 나지린 잘 들어주세요. 네. 그래서 도가 뭐예요? 한 칸 갈 수 있다는 말이에요. 이거 뭐예요? 개예요. 그러면 2칸 갈 수 있다는 말이에요. 이거 골이에요. 3칸 갈 수 있다는 말이에요. 이거 윷이요. 4칸 갈 수 있다. 한 번 더 던질 수 있다는 말이에요. 오케이? 그리고 이거 뭐예요? 뭐예요? 아까 라만도 2번 던졌는데 뭐예요? 5칸 갈 수 있다. 한 번 더 던질 수 있다는 말이에요. 오케이? 감사합니다. 와, 무죄 됐어요. 감사합니다. 유동 규칙, 윷놀이 기타 규칙, 윷놀이 승리 조건에 대해 설명드리겠습니다. Bir şey çıktı. Tabii ki zamanında sen istemek için. İstemeden ötürü. Deyir ki mən sənə öyrədərəm və kaybetdim. Kaybetti deyəndə nə oldu? Təliyə düşdü. Və 1 manat kaybetdim. Bitir böcürsün. Baxıram bunlara. Yıllar sonra... Akşam sənə tövsiyə istəyirlər. Deyirlər ki, Kore dilini necə yaxşı şəkildə öyrənə bilərik. Sen Etməli tavsiye oldu. veren bir tane. Mən verə bilirəm, sən verirsən. Bənə, şimdi mən nə zəhləsi yedim. Ya bir dənə mən nə zəhləsi yedim. Dayan. İlk taşratı mənfi olmuştu. Nezrin. Çok da umurumda. Neyse. Bak şimdi umursamıyoruz arkadaşlar. Güya. Pis oldu. Sen erişi derisi gibi. Değil de yanılmıştı. Egi, təcə pis olma. Mən sənə siz deyim ki, pis olmayasan. Yoxsa ağır danışmağı mən də bilərəm. Əksini xətrinə də çox deyirəm. Yok hadi. Egi, yalan. Arada məndən küsür. Məndən niyə küsürsən? Sen asistimi sen asistimi. Yanında da imtihanda gəlib oturmuşam. Mənə force edir. Onda küsmemişti, onda dalaşmıştık da neyse. Üzüm bir eləyir. Kral məndə belə bir danışır. Mən də bunlara qoyuram arxadan. 40 yaşında dişi deyiləm. O da məndən inciyirdi. Oy da, nə küçük qızdı bu. Akşam bu qıza var mənə. Ahmet! Bak düşme ha! Niyə baxırsan? Baxırım. Dərsdən çıxdım. Yəni dərs vaxtı amma mən dərs aldım. Gəldim bir dənə. Sezar olayım, görüşürüz. Bir de hamımızın tercümesi ayrı ayrı gönderilecek karıya. Dərsdən çıxdıq. Dərs vaxtı çox pis bir dənə xəbər aldıq ki, İrandan Azərbaycana, yəni Naxçıvana bomba atıblar, dron biləmirəmsə. 2 nəfər yaralanıbdı, aeroport vurublar. Bir də haram vurublar, məktəb yaxınlığında haransı vurublar, deyilsən. Dəhşət. Bir anda dayanmış.
18. Akşeşi. Zevkli də bu uşaq. Qəşəng eləmə. Hə, qəşəng. Prosta rəngi çox dırtdaq deyil bir. Bu kimə vermisən ki, almısan pəmbəni? Hə, Bu bəs adidir, bunlar heç, bunlar mama qəşəngdir. O dırtdaq pəmbə sevmir. Daha şey estetik sevir. Yox. Boz da bu da Bunun bir qəşəngdir. elisi olmalıdır burada hardasa. Zarafatsız. Hə. Ağla boz qəşəngdir. Dırtdaq pəmbə çox şeydir. Dırtdaqdır. Sən məndən niyə tövsiyə almırsan ki? Dedim bilməyəsən də. Bunu maması gilə alıbdı arkadaşlar. Biliyorum mənim çaldığımı qırsın istəyirəm. Dedi, o rəngi. Bu rəngi çox qəşəngdir. Komitə tərcümə istəyirsən. Burada nə gördüm? Hediyə. Böyle bitti. Ders bitti. 4 ders. 4. saatlik bir ders. Şimdi dünənlər paltara gedib baxa bilmədim buna. Çünki akşindən gelirdik. Dedim uşağı gözlətməyim daha. Ona görə bu günlərim gedib baxacağım. Çəkərəm. Mən də təzə kəşf eləmişəm buna. Oradan idman üçün paltar almışdım. Bir dənə trapez lasin, bir də ki qolcuya kofta. Çox qəşəngdir. Yəni material falan özüdür. Aldım. Çok qəşəngdir, bayıldım. İndi biraz bazar günü gedəndə.